böyüklərin razılıq olduğuna görə, halallıq olduğuna görə bəlkə mən halal və gözəl bir ailə həyatı qura bilərəm. Razılıq verdim, mən də nişanlandım. Ailə qurdum, evləndim, toyum falan da oldu mənim. Və daha sonra yoldaşım əskər getdi. Əskər getdi, bir il mən tek qaldım. Yəni ailəsi ilə beraber yaşadım. Ondan sonra mən 7 il ailəli oldum. 7 ildən qazandığım sadəcə 2 övladım oldu. Daha sonra ayrıldım. Ayrıldıktan artıq müğənnilik həyatına 22 başlayandığım yaşında zaman... boşandın. Bəli, 2 övladla. bəli. Xeyli bir müddətdən sonra mən müğənniliyə artıq qərar verdim ki, başlamalıyam. Yeni addımlar atanda o şəxs mənə yazdı. Yazdım. Evlənib? Yox.